Əllamə Əmini çox istəyirəm ki, bir gün bir əhl-i-sünnə alimlərindən biridir. Əllamə Əmini xəbər eşidir ki, o deyir ki, biz də Əlini sevirik, amma Əlini çox şiş edirsiniz. Bir harada şişirmişik, deyirsiniz ki, Əli əleyhissalam bəzi gecələr 1000 rükət namaz qılardı. Əllamə Əmini bu xəbəri eşidəndən sonra deyir, yaxşı, sübut eləyəcəm. Onun üçün nə dəlil getirir, filan yerdə hədis var, filan yerdə səhih hədis var. Bunları qoyur kənara. Görüyor, bu inanmayacaqsınız da bunlara. Deyir, yığır yükün, qonaq gedir bu sünnə alimin evinə. Deyir, nə əcəb gəlmirsən, nə sözün qulluğun? Deyir, heç nə, sözüm qulluğum yoxdur. Şam işan namazını qılırlar. Deyir, Əllamə deyir ki, ona ki, məni izlə, sübh namazına qədər namaz qılacaq. Deyir, Əllamə Əmini işan namazından sübh namazına qədər 1000 rükət namaz qılır. Sonra namaz bitəndən sonra baxır bu sünnə aliminə. Deyir, biz Əlini işitmirik. Əmini bacarıbsa, Əli ayhay bacarıb. Bax, bu əməllə göstərir, əməllə sübut edir ona. Əhl-i Beyt bizə başa salırlar ki, çox bizdən danışmağımıza ehtiyac yoxdur. Bizim əxlaqi keyfiyyətlərimizi özümüzdə formalaşdırırsaq, onsuz da siz məscid əhlisiniz. Cəmaat sizə baxıb düzələcək.